Xəbər verdiyimiz kimi Xudat rayonunda yerləşən və Mehdiyevin kürəkəni İlham Əliyevin şirkətlərindən olduğu deyilən Food City agrokompleksdə 8 tır dolu zəhərli alma saxlanılır. Bir xəbər media Musafat.com-a isnadən xəbər verir ki, almalar İlkin Cahanoğlu Həsənov tərəfindən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevdən alınıb. Sahibkar 200 tona yaxın almanı Türkiyəyə göndərmək üçün pulunu ödəyərək satın alsa da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba Xaçmaz regional bölməsi qida və yem məhsullarına ixrac sağlamlıq sertifikatının verilməsindən imtina olunması barədə qərar verib. 17 oktyabr 2025-ci il tarixli qərarda göstərilir ki, almalarda aşkar edilən pestisid qalığı miqdarı müəyyən edilmiş maksimal qalıq səviyyəsindən aşır. Məhsulun qida dövriyyəsinə buraxılması və satışına yol verilmədiyi xüsusi vurğulanıb. Almaların məhvi və ya utilizasiya olunması göstərişi verilib. Almaların Türkiyəyə göndərilməsinin qarşısı alınsa da, onların bugünə qədər məhv edilmədiyi barədə məlumatlar var. Halbuki akta qərarına görə zəhərli almalar bir ay ərzində məhv edilməlidir. Qərarın verilməsindən bir ay 2 gün ötür və zəhərli almalar hələ də məhv edilməyib. Bildirilir ki, almaların daxili bazarda satılması üçün Food City agrokompleksdən çıxarılması məqsədi ilə müxtəlif vasitələrə əl atılır. Hər bir tırda 20 tondan artıq məhsul mövcuddur və ümumilikdə 200 tona yaxın zəhərli almanın daxili bazara çıxarılması üçün cəhdlər edilir. Almalar daxili bazara çıxarılarsa nə baş verər? Zəhərli almalar məhv edilməsə və daxili bazara çıxarılmasının qarşısı alınmasa, ölkədə kütləvi zəhərlənmələr baş verə bilər. Pestisid qalıqlarının insan orqanizminə təsiri ilə bağlı tibbi araşdırmalar çox təhlükəli xəstəliklərin yarana biləcəyini göstərir. Hazırki vəziyyətdə məhsulun daxili bazara çıxarılıb satılması təhlükəsini nəzərə alaraq zəhərli almaların ictimaiyyətin iştirakı ilə məhv edilməsi zəruridir. Dövlət qurumları bu məsələni göz ardı etmədən təcili müdaxilə edilməlidir. Mehdiyevin kürəkəni isə sahibkarın yarım milyondan çox manatını qaytarmaq istəmir. Hazırda almaları satın almış sahibkar İlkin Həsənovla Mehdiyevin kürəkəni İlham Əliyev arasında ciddi qarşıdurmanın yarandığı bildirilir. İlkin Həsənov ödədiyi yarım milyon manata yaxın vəsaiti geri tələb edir. İlham Əliyev isə zəhərli almalara görə aldığı pulu qaytarmaqdan imtina edir. Hazırda yüklər Mehdiyevin kürəkəninin şəriki olduğu iddia edilən Food City agrokompleksdə saxlanıldığı bildirilir. Yükün dəyəri yarım milyon manatdır. Zəbt olunmuş bağlardan yığılan zəhərə dönən almalar. Amma məsələ təkcə zəhərli maddələrlə bağlı deyil. Bu almaların arxasında illərlə uzadılan məhkəmə oyunları, dövlətə qaytarılmayan milyonlar və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adı dayanır. Bu almalar Şabranlı sahibkar Mansur İbrahimovun illər əvvəl əkib becərdiyi bağlarından yığılıb. Həmin bağlar bir vaxtlar ona məxsus Turaz MMC-nin balansında olub. Ramiz Mehdiyevin kürəkəni deputat olduğu dövrdə inzibati təsir və təzyiq yolu ilə bu şirkəti zəbt edib və məhkəmələri uzatmaqla qanuni sahibinə qaytarmaqdan illərdir yayınır. Mansur İbrahimov Musafat.com açıqlamasında isə bildirib ki, xaricə daşınan meyvələrin satışından əldə edilən vəsait ölkəyə qaytarılmış.